Həftəmizin sualı bu dəfə heyvanlardan olmayacaq. Jurnalistlərimizin bal kimi şirin dili və müğənnilərimizin konfet kimi şirin səsindən olacaq. Sizcə, şirin dil jurnalistlər çoxdur, yoxsa şirin səs müğənnilər? Namiq, səncə şirin dil jurnalistlər çoxdur, yoxsa şirin səs müğənnilər? Ha, canım. Mənim fikrimcə şirin səs müğənnilər çoxdur. Çünki bizim böyük müğənnilərimiz var, o qədər şirinliyə malikdirlər ki, onlar. Mənə elə gəlir ki, onlar yapır. Bilirsiniz, jurnalist mənə elə gəlir ki, şirin dil olmaz. Bilirsən necə sual verdin, lap mənim ürəyimi oxudun. Şirin səsdə müğənnilərimiz var. Hansı ki, mən onlara qulaq asıram, hətta ağlayıram, sevirəm onları. Birinin adı çəksəm, hamısı məndən küsəcək. Zülfiyə Xanbabayevadır, Nisə Qasımovadır, bir də Brilliant Adaşovadır. Və sairə. O birlər məndən küsməz. Hamısını sevirəm, hamısının öz yeri var. Amma jurnalistlərimiz də biraz dillərini şirin eləsəydilər, heç kimsə bərabər olsaydı, laf yaxşı olardı. Hər ikisi olsa ümumiyyətlə yaxşıdır. Eynidirlər. Təhlükəli sualdır. Şirin dilli teleaparıcılar çoxdur. Amma onlardan çox şirin dilli jurnalistlər və şirin dilli müğənnilər. Şirin səs müğənnilər, şirin dil jurnalistlərə üstün gələr. Şirin dilli jurnalistlərin sayı daha çoxdur. Şirin səsli müğənnilər az olur. Əgər şirin səsli müğənniləri bir tester olsaydı, yoxlamaq bir metodu olsaydı, onlar həqiqətən özləri də görərdi ki, səsdə məlahət, şirinlik, avaz olmalıdır. O olmayandan sonra nəsə yadda qalmır. Kimsə bir dəfə reklam olunur, ikinci dəfə reklam olmayanda sıradan çıxır. Bizim şirin səsli müğənnilərimiz var, ancaq çox azdır. Amma şirin dilli jurnalistlərimiz həddindən artıq çoxdur. Şirin səsli müğənnilərimiz çoxdur. Mən belə hesab edirəm. Mənə elə gəlir ki, yarı-yarıdır. Müğənnilər nə qədər şirin səs olsa, jurnalistlər də yəqin ki, o qədər şirin dil olar. Məncə şirin səs müğənnilər çoxdur. İkisi də çoxdur. Wow. Elə hər ikisi. Şirin dilli jurnalistlərimizin sayı çoxdur. Şirin səsə malik olan müğənnilərimiz də çoxdur. Hər ikisi eynidir, paraleldir. Şirin dilli jurnalistlərimizin sayı azdır. İti qələmli jurnalistlərimizin sayı azdır. Şirin səsli müğənnilərimiz var. Demək olmaz ki, çoxdur ya azdır. Şirin dilli müğənnilərimiz azdır. Əfsuslarımız. Mən özüm bilmirəm, mən şirin dilliyəm yoxsa yox. Vay, çətin sualdır. Mən elə bilirəm ki, həm müğənnilərdə, həm jurnalistlərdə şirin dil insanlar var. Heç mən bölmək istəmirəm, hansı çoxdur. Amma hər ikisində, bu sənətlərdə hər ikisində var şirin dil. Müğənnilərə qalanda mən belə deyərdim, şirin səslisi də var, şirin olmayan da var səsli. Amma jurnalistlərə gələndə şirin dilli olmaqlarından da çox obyektiv olmaqları daha mənim tərəfimdən daha çox istərdim. Lazım deyil ki, şirin dilli olsunlar, obyektiv olsunlar. Acı dilli olsunlar, amma obyektiv olsunlar. Düz desinlər. Acı olsun, amma düz olsun. Rejissorlar. Hər ikisi çox azdır. Mənim aramda hər ikisi çox azdır. Çünki şirin dil o qəlbdən gəlir. Yalandan şirin dil danışmaq, o falşividir, o adamın üzündə görünür ki, falşividir bu adam. Məncə şirin dilli müğənni çoxdur. 50% şirin səs müğənnilərdir, 50% də şirin dilli müxbirlər. Elə hamısı şirin dil olsa lap yaxşı olardı. Şirin deyərəm. Yatma. Məncə acı dil müxbir çoxdur, şirin səs müğənni. Şirin səs də belə də gündə bir müğənni çıxır da. Özlərinə görə şirin səs müğənni çoxdur. Şirin yəni tatlı deməkdir. Mən bir dənə tatlı səs tanıyıram, qurban olum. Bizdə var elə. Bir dənə də qızıl səsimiz var. Mimikamızdan bir şey oxuyursunuz. Biz mat qalmışıq. Mat qalmışıq bu cür sualın qabağında. Çox gözəl sualınız var. Hamıya şirin dil arzu eləyirəm. İstər müğənni, istər siz, istər biz. Gəlin şirin olaq. Şirin səsə malik olan sənətçilərimiz sayı deyəsən sizdən çoxdur. Çünki jurnalistlər adəti üzrə
bəzən çox şeyi düz deyirlər. O da biraz acı səslənir. Elə deyil. Ona görə də mən deyə bilmərəm ki, şirin dilli olurlar jurnalistlər. Amma sizin sənəti mən çox sevirəm. Çünki jurnalistlər də çox vacibdir. Sizin sənətiniz çox məsuliyyətli və xalqımıza gərəkli bir sənətdir. Xoşbəxt o adamdır ki, başqalarının nəsihətinə qulaq asır. Mən də sizə bir nəsihətim var. İşıqları söndürün və gecəniz xeyir qalsın. Gələn şənbə gününə kimi elektrik enerjisini qənaətlə işlədin. Argent toyuqlarının sponsorluğu ilə ATV mağazin verilişinə vaxtınız. Gecəniz xeyir qalsın. Ne sağına ne soluna bakmayı ama gözüm bu gözü senin için eğleneyim. Yaman oynayın mene bakmayın eğleneyim. Oyna 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 kurbanım oyna. Oyna, 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 gelirim oyna, oyna, kuzu kesim ay kız, gülüşüne kuzu kesim ay kız, koy gidip de seni öpüm ay kız, dedeme nice gözüm ay kız, yaxşısan, yaxşısan, bak elə yaxşısan, beləcə yaxşısan, 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 bak elə yaxşısan, beləcə yaxşısan. Səndən heç kəsə dəyişmərəm, qızlar içində səni sevərəm, səni kimi gözəlin uğrunda, belə özümü ölümə verərəm. Gözümü önüme veremem. Güzel, güne güzel oynayın. Hiç ne sağına ne soluna bakmayın. Ama gözüm gözü sevmişem neyleyim.